Əbədiyyətə qovuşan ömür. Dərslərimlə məşğul idim. Evdə isə hər kəsin diqqəti televiziyadaydı. Ani olaraq diqqətim televiziyaya. O səsə yönəldi. Səsin ahəngdarlığı, səmimiyyəti mənim ürəyimi titrətmişdi. O səs, o güclü, qüdrətli səs. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Ürəyinin tam dərinliyindən gələn, ruhunun əzəmətini əks etdirən o səs. Natiqə artıq vurulmuşdum. Çox səbirsiz halda ekran qarşısına keçdim. Və gördüyüm anda balaca ürəyimdə fırtınalar qopdu. Özüm də fərqində olmadan əfsunlanmışdım. Özümü, ailəmi, yaxınlarımı, güvəndə hiss etdiyim o anı heç vaxt unutmayacağam. Sən demə, mən tək deyildim. Artıq yurdum, yuvam, Azərbaycanım güvəndəydi. Ölkəmin qurtarıcısı, qurucusu, banisi, həyatından çox sevdiyi vətəninin Azərbaycanlının yanındaydı. O, hər bir Azərbaycanlının qəlbində sevgi, qürur hissi ilə anılan, Azərbaycanı Azərbaycanlılara sevdirən ümumilli lider Heydər Əliyev idi. Hərənin bir alın yazısı var deyirlər. Bu həyatda qismətinə nə yazılıbsa, onu yaşayırsan. O, əbədi yaşamağı, əbədi sevgi və hörmətlə anılmağı seçdi. Hər bir Azərbaycanlının həyatında, ömründə əvəzsiz rol oynadı. O, kiçikdən böyüyə hər bir Azərbaycanlının seçimi idi. O, tarixin ölkəmizə bəxş etdiyi görkəmli dahi idi. Və o, bizim idi, Azərbaycanın. Məşhur bir kadr var. Heydər Əliyev əlini neftə bulayıb üzünə çəkir. Bu an Ulu Öndərin sevinç, fəxir, qürur hissləri üzündə, gözlərində, gülüşündə, bütün bədən dilində o qədər düzgün və dəqiq ifadə olunub ki, bütün burada gördüklerinizin əsasını qoyanlardan biriyəm. Bunun təməlini qoyanlardan biriyəm. Bu işlərin görünməsi üçün vaxtilə illərlə zəhmət çəkmişəm. İllərlə fəaliyyət göstərmişəm. İllərlə bunların reallığa çevrilməsi üçün çox çətin yollardan keçmişəm. Xalqımız üçün, millətimiz üçün, Azərbaycan neftçiləri ilə birlikdə, öz həmkarlarımla birlikdə Azərbaycanın böyük sənayesini yaratmaq üçün, neft sənayesini gələcəkdə inkişaf etmək üçün bunları yaratmağa çalışmışam. Və nəhayət bunlar yaranıb, mən bunları görməkdən, buraları seyr etməkdən həddindən artıq xoşbaxt özümü hiss edirəm. Bu həm də dünyaya meydan oxuyacaq Azərbaycanın var demək idi. Heydər Əliyev şəxsiyyətinin miqyası son dərəcə çoxşaxəli idi. Özündə böyük siyasi xadim üçün zəruri olan bütün keyfiyyətləri cəmləşdirirdi. Sarsılmaz iradə, parlaq və dərin ağıl, fenomenal analitik təfəkkür, fövqəladə hiss etmə qabiliyyəti, hər bir həmsöhbət üçün həm valeh edici, həm də heyran edici olmaq bacarığı. Bir liderdə bütün bu keyfiyyətlərin olması çox nadirdir. Heydər Əliyev ailə dəyərlərini hər zaman üstün tuturdu. Düzgün, sevgi dolu bütöv ailənin, ölkənin inkişafı, cəmiyyətin tərəqqisi üçün əsas amil sayırdı. Ömür gün yoldaşı Zərifə xanımı xatırlayanda, onun haqqında söhbət olanda kövrəlir və həyatının ən xoş cəhətinin belə bir həyat yoldaşının olduğunu deyirdi. Mənim üçün bu birinci növbədə böyük bir insanıdır. Sədaqətli həyat yoldaşı, çox mehriban, sədaqətli ana
mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrimi yaşadan, böyüdən bir fədakar insan kimi qəlbimdə yaşayır. Böyük çətinliklərlə rastlaşmışam, amma bu çətinliklərdə ən böyük dayağım Zərifə xanım idi, deyirdi Ulu Öndər. Kipriklər oxdur, qaşın kamandır, qaşın kamandır. Ay qız məndən üz döndərmə, amandır. Ay qız məndən üz döndərmə, amandır. Əsrətindən hər zaman, əsrətindən hər zaman gözüm qaldı o yollarda ağladı. Zərifə xanımın xatirəsini hər zaman əziz tutan Heydər Əliyev kədərli anlarında şair Bəxtiyar Vahabzadənin Zərifə xanım Əliyevanın həyatdan getməsi münasibətilə yazdığı şeirini tez-tez xatırladığını qeyd edirdi. Ulu Öndərə səbir və güc verən şeirdəki bu misralar idi. Kədərlənməyə əsas var. Ancaq eyni zamanda sevinmək də lazımdır ki, belə adam var. Heydər Əliyev əvvəl milli məfkurəni, sonra müstəqil dövləti yaratdı. Azərbaycanı Azərbaycanlıların ixtiyarını verən və Azərbaycan xalqı öz taleyinin sahibidir deyən ilk böyük dövlət xadimimizdir Heydər Əliyev. Azərbaycanın qapılarını Dədə Qorqudun, Babəkin, Nizaminin, Nəsiminin, Hüseyn Cavidin, Şəhriyarın üzünə taybatay açdı. Biz fəxr edirik ki, bizim xalqımız öz böyük şəxsiyyətləri vasitəsilə Azərbaycanın milli, mənəvi dəyərlərini daimi qoruyub saxlamış, onları zənginləşdirmiş və bugün ümumi bəşəri dəyərlərin bir hissəsinə çevirmişdir. 1993-cü ildə isə Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə təkcə Azərbaycanı hərbi siyasi böhrandan qurtarmaq üçün deyil, həm də ümumilli liderin 25 il əvvəl başladığı Azərbaycançılıq əsərinin ən ciddi səhifələrini yaratmaq üçün dəvət etdi. Heydər Əliyev hər zaman azad sözün, azad düşüncənin yanında dayanırdı. Bütün sənət adamlarını tək-tək tanıyır, onları qoruyurdu. Üzeyir Hacıyevin yaşadığı hər gün bizim üçün qiymətlidir. Üzeyir Hacıyevin yazdığı hər bir əsər, hər bir not vərəqi bizim üçün qiymətlidir. Və Üzeyir Hacıyevin ictimai siyasi fəaliyyəti əvvəldən axıra qədər bizim üçün qiymətlidir. Çünki bunlar hamısı Azərbaycan xalqının dirçəlməsinə, Azərbaycan xalqının mədəniyyətinin inkişaf etməsinə, Azərbaycan xalqının özünü tanınmasına xidmət edibdir. Ədəbiyyatı o qədər sevirəm ki, şeirlə, sənətlə görüşmək mənə hər zaman xoşdur deyən Ulu Öndər 1997-ci ildə Azərbaycan yazıçılarının 10-cu qurultayında qeyd edirdi ki, mən uşaqlığımdan Azərbaycan və dünya ədəbiyyatını mütaliə edərək böyümüşəm. Milli mənəvi dəyərləri olmayan millət, həqiqi xalq ola bilməz. Azərbaycan xalqının milli mənəvi dəyərləri ən əsas bizim müqəddəs kitabımız Quran-ı Şərifdə öz əksini tapıbdır. Ancaq bundan yanaşı Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük el mədəniyyət xadimləri Azərbaycan xalqının milli mənəvi dəyərlərini yaradıblar. Onun sinif və tələbə yoldaşlarının Heydər Əliyev haqqında fikirlərində qeyd edilirdi ki, Heydər Əliyev cəmi bir neçə günə Lev Tolstoyun Hərb və Sülh əsərini oxuyur. Ertəsi gün gəlib bizə ayrı-ayrı epizodlarını danışırdı.
Dədə Qorqud dastanının 1300 illiyinin keçirilməsi ilə bağlı Heydər Əliyevin imzaladığı sərəncam dahi şəxsiyyətin Azərbaycanın 1300 illik tarixini, Oğuz mənşəyinə aid olduğumuzu bir daha dünyaya sübut etdi. Heydər Əliyevin Nizami Gəncəvi ilə bağlı gördüyü böyük işlər misilsizdir. Ulu Öndərin sərəncamı əsasında 1973-cü ildə İmadəddin Nəsiminin 600 illik yubileyi keçirildi. Nəsimi filmi çəkildi. 1982-ci ilin 15 yanvarında Şuşada Molla Pənah Vaqif məqbərəsinin açılışı Heydər Əliyev üçün əbədləşən tarixi yaddaş baxımından əhəmiyyətli idi. Heydər Əliyevin Hüseyn Cavidə nə qədər həssas yanaşdığının şahidiyik. Hüseyn Cavidin nəşini uzaq Sibirdən vətənə gətirdi. Hüseyn Cavidin cənazəsini uzaq Sibirdən Azərbaycana gətirmək asan iş değildi. Bu böyük iradə, böyük cəsarət tələb edirdi. Ancaq xalqımıza, millətimizə, tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza, mənəviyyətimizə olan sədaqət belə bir cəsarət göstərməyə mənə imkan verdi. Və mən bunu etdim. O mənim də qərarımdır ki, cənazə Naxçıvana gəlsin. Hüseyn Cavidin cənazəsinin Naxçıvanda torpağa verilməsi həm Hüseyn Cavidin ruhuna olan hörmətidir, həm də eyni zamanda Azərbaycanın bu ayrılmaz hissəsi olan, müqəddəs bir güşəsi olan Naxçıvana olan hörmət ehtiramın əlamətidir. Heydər Əliyev bəstəkar müğənni Müslüm Maqomayevin böyük öndərə ithaf etdiyi Azərbaycan mahnısını dinləyəndən sonra böyük sevgi və həyəcanla demişdi. Mən bu mahnını çox sevirəm. O məni həyəcanlandırır. Çünki mahnıda deyilir ki, Azərbaycan həqiqətən həyatımın mənasıdır. Ömrümün mənasısa, qardaşlıq dünyasısa, anamın anasısa, Azərbaycan. Dünyanın siyasət nəhəngləri Heydər Əliyev dühası, uzaq görənliyi, əvəzolunmaz siyasəti, dahiliyi qarşısında baş əyir. Görkəmli şəxsiyyəti görmək, onunla daha çox görüşmək, həmsöhbət olmaq arzusundaydılar. Qardaş ölkə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Ulu Öndər Heydər Əliyevi təkcə Azərbaycanın deyil, bütün Türk dünyasında tanınan və sevilən lider adlandırmışdı. Rusiya prezidenti Vladimir Putin Heydər Əliyevi siyasət nəhəngi olduğunu, Ulu Öndərə məhəbbət bəslədiyini vurğulamışdı. Amerika Birləşmiş Ştatlarının eks-prezidenti George Bush Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünya görüşünə və natiqlik istedadına valih idi. Heydər Əliyevin müdrikliyi sayəsində Azərbaycan günü-gündən çiçəklənir və inkişaf edir. Fransanın prezidenti Jacques Chirac belə qeyd edirdi. Həm xalqının, həm də dünya liderlərinin sevgisini, inamını qazanan Ulu Öndər Heydər Əliyevin ürəyi hər an banisi memarı olduğu Azərbaycanla döyünürdü. Ulu Öndər hələ Sovet dövründə sanki gələcəyi görür. Böyük uzaqgörənliklə milli zabit kadrların yetişdirilməsinə çalışırdı. O vaxtlar Azərbaycandan orduya çağırılan gənclər döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi. Azərbaycanlılar arasında peşəkar hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı dərk edən Heydər Əliyevin qətiyyəti sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb yaradıldı. Bu məktəbdə yetişən Azərbaycan hərbçiləri 1-ci Qarabağ müharibəsində, aprel döyüşlərində, Vətən müharibəsində yüksək peşəkarlıq və misilsiz igidliklər göstərdi. Xalq əgər azad, sərbəst yaşamaq istəyirsə, ölkəsinin torpaqlarının toxunulmamazlığını arzu edirsə, gərək hər şeydən öncə orduya qayğı göstərsin.
ordunun hörmətini qaldırmaq lazımdır. Ordu, hərbi peşə Azərbaycanda ən hörmətli peşə olmalıdır. Hər bir Azərbaycan vətəndaşı Azərbaycan əskərinə, Azərbaycan zabitinə həmişə hörmət, ehtiram etməlidir. Ulu Öndərin ən böyük arzusu ərazi bütövlüyümüzün bərpasıydı. Ümumilli lider illər öncə böyük uzaqgörənliklə deyirdi: Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Ümumilli liderin qoyduğu möhkəm təməl əsasında Azərbaycan ildən ilə gücləndi. Beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi. Qüdrətli ordu yaratdı. Məhz iqtisadi güc, rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovub çıxardı. Üçrəngli bayrağımız yenidən vətən torpaqlarında, Qarabağın tacı olan Şuşada qürurla dalğalanmağa başladı. Bu zəfərə gedən yolun əsasında Azərbaycanın böyük oğlu, dünya şöhrətli siyasi xadim, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır. Biz azadıq, biz müstəqilik, biz sərbəstdik. Biz heç kəsdən asılı deyilik. Biz özümüz öz taleyimizin sahibiyik. Bizim ulu babalarımızdan indiyə qədər Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar. Milli azadlıq, müstəqillik üçün mübarizə aparmışlar, vuruşmuşlar. Amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Və bilin ki, bunu indi əlimizdə saxlamaq, bunu korumaq hər bir insanın canından da onun üçün artıqdır. Mənim üçün bunu bilin, mən sizə deyirəm, öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədiyyət etməkdir. Ulu Öndərin arzuları reallaşdı. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Ali Başkomandan İlham Əliyev xalqının qəhrəmanına çevrildi. Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik. İnanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir Azərbaycanlı üçün bu iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o isti susu, biz onlarsız yaşaya bilmərik, təsəvvür edə bilmərik. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdi. Şuşanı azad etdi. Bu böyük qələbədir. Və şəhərlərimizin, Ulu Öndərin ruhu şaddır bugün. Gözün aydın olsun Azərbaycan. Gözün aydın olsun dünya Azərbaycanları. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Ümumilli liderimiz Heydər Əliyev qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edirdi. 1974-cü ildə Azərbaycan Qadını jurnalının 50 illik yubileyi təntənəsində Heydər Əliyev demişdi: Biz çalışmalıyıq ki, ali məktəblərdə və texnikumlarda daha çox qadın təhsil alsın, elmi fəaliyyətlə məşğul olsun. Xüsusən kənddə qadınlar və uşaqlar arasında bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi problemlərinə biz diqqətimizi xeyli artırmalıyıq. 1995-ci il ümumilli liderin fərmanı ilə Azərbaycan qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi konvensiyasına qoşuldu.
Tez-tez uşaqların əhatəsində olan, uşaqlara sevgi, qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyev, uşaqlar bizim gələcəyimizdir, onları qorumaq bizim borcumuzdur deyirdi. Azərbaycan qadınını daim zirvələrdə görmək istəyən dahi öndərimizin öz ailə üzvləri də onun arzularını reallaşdırır, bu siyasəti, bu amalları davam etdirirlər. Bugün məhz həmin ailənin nümayəndəsi olan, humanizmi, xeyirxahlığı, səmimiyyət və qətiyyəti ilə sevilən birinci xanım Mehriban Əliyeva da Azərbaycan qadınıdır və hər bir Azərbaycan qadınının örnək götürə biləcəyi bir insandır. Biz fəxr edirik ki, hələ 20-ci əsrin əvvəllərində Azərbaycan xalqı mütərəqqi və azadlıq ideyalarına əsaslanaraq öz müstəqilliyini əldə etmişdir. Azərbaycanda demokratiya institutları formalaşmağa başladı, çox millətli parlament fəaliyyətə başladı. 200-dən çox ölkə üçün çox vacib qanunlar qəbul edildi. O cümlədən Azərbaycan qadınlarına səs vermə hüququ verildi. Ümumilli liderin möhtəşəm qayıdışı ilə həm də Azərbaycan gəncliyi xilas oldu. 1995-ci ilin mart ayında o böyük qəlbli dahi insanın gənclərlə yaddaşlarda daim qalacaq ilk görüşü oldu. Bu görüşdə ümumilli lider hər zaman Azərbaycan gənclərinin yanında olacağını, onların dəyərli vətəndaş kimi yetişməsi üçün əlindən gələni edəcəyini bildirdi. Siz, əziz gənclər, müstəqil Azərbaycan Respublikasının nə qədər çətinliklə başa gəldiyini dərk edərək, müstəqil Azərbaycan Respublikasının gələcəyini qoruyub saxlayacaqsınız. 1996-cı ilin fevral ayının 2-də ümumilli liderin təşəbbüsü ilə Azərbaycan gənclərinin ilk forumu keçirildi. Bu forumun keçirilməsi hər bir Azərbaycanlı gəncin həyatında olduqca əlamətdar hadisə idi. Azərbaycan gəncliyinin bu günü və sabahı etibarlı əllərdədir və biz sabaha böyük inamla baxırıq. Azərbaycan gəncləri 20-ci əsrdə toplanılmış bütün təcrübədən səmərəli istifadə edərək 21-ci əsrdə doğma, müstəqil Azərbaycan üçün yeni uğurlar gətirəcək. Ulu Öndər Heydər Əliyevin vətənin, xalqın taleyi hər birimizin taleyinə çevrilməlidir. Vətən birdir və hamı bu vətən uğrunda çalışmalıdır. Fikirləri hər bir Azərbaycan vətəndaşının həyat amalına çevrildi. Heydər Əliyevin bugünə hesablanmış fəaliyyəti hər birimizin gözü qarşısında baş verib. Ulu Öndər Heydər Əliyevin müəllif olduğu Azərbaycançılıq ideologiyası nəinki Azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünə məxsus xüsusi yeri olan önəmli bir dövlətdir. Həyatımızın elə bir sahəsi yoxdur ki, Ulu Öndərimizin rəhbərliyi illərində inkişafa nail olunmasın. Hər birimizin bu zəngin irsi öyrənmək vəzifə borcumuz olmaqla yanaşı, onu gənc nəsillərə də aşılamaq olduqca vacibdir. Heydər Əliyev Azərbaycanın özüdür. Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə Azərbaycan yada düşür. Ulu Öndərin bir sözü var. Deyir ki, Azərbaycan durduqca mən var olacam. Azərbaycan əbədiyyən var olacaq və həmişə Azərbaycan xalqının yaddaşında Heydər Əliyev yaşayacaq. Bugün Heydər Əliyev yolu strategiyası Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən şərəf və ləyaqətlə davam etdirilir. Heydər Əliyev ideyaları, Heydər Əliyev arzu və düşüncələri ölməzdir. Ümumilli lider Heydər Əliyevin varisi, Azərbaycanı etibar etdiyi Ali Başkomandan, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ili Heydər Əliyev ili elan etdi. Bu qərar isə hər bir Azərbaycanlının sevincinə, ölkənin hər yerində bayram ab-havasına səbəb oldu. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoydu. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Görkəmli siyasi xadimin güvəndiyi, özü qədər inandığı İlham Əliyev hər addımı, hər qərarıyla xalqının qəhrəmanına çevrildi. İnsan eşitdiyinə yox, gördüyünə inanır.
Bugün hər bir Azərbaycanlının gördüyü isə günü-gündən çiçəklənən, inkişaf edən, güclü, qüdrətli, bütöv Azərbaycan dövlətidir. Bu tarixin bir parçası olmaq bir Azərbaycanlı kimi bizi fərəhləndirir, qürurlandırır. Bugün vətəndaşlıq borcunu layiqincə yerinə yetirmək, vətəni sevmək, onu qorumaq, dövlətin ətrafında qala kimi möhkəm durmaq, tariximizi, milli mənəvi dəyərlərimizə sadiq qalmaq kimi məsuliyyət hər bir Azərbaycanlının ən ümdə borcudur. Tarixin xalqımıza bəxş etdiyi nadir şəxsiyyətin əvəzolunmaz fəaliyyətini izləmək, addım-addım onu tanımaq, onun ideoloji baxışları ilə tanış olmaq, ona olan sevgini, valehliyi sonsuz edir. Azərbaycan, Heydər Əliyevin ən parlaq, ən gözəl əsəridir. Başım üstə məğrur dalğalanan, bayrağına canım qurban, Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban, Azərbaycan. Torpağına